Salam dostlar, hər vaxtınız xeyir. Bugün Azərbaycan dili imtahanına baxırıq Güvən nəşriyyatının 11-ci siniflər üçün olan. Baxaq, birinci nümunədən yanlış fikir istəyir bizdən, ikinci nümunədən doğru fikir istəyir. Toplu isim işlənmişdir. Baxırıq, toplu isim, bəli, ordu var. Deməli, birə plus yazırıq. Sonra, cəm şəkilçisi ismin cəm şəkilçisi qəbul etmiş isimlərin hamısının hərf tərkibi fərqlidir. Məsələn, baxırıq burada dağlar sözü heç nə dəyişmədiyinə görə 2 yanlışdır. Baxaq, ikinci nümunədə həm sadə, həm mürəkkəb isim var. Baxırıq, qayada sadə var, başqası isə düzəltmə var, amma mürəkkəb yoxdur. Demək, bura çıx qoyuruq. Xüsusi isim işlənməmişdir, həqiqətən də yoxdur. Biz belə olanda nə edirik? Bizdən yanlışı istəyirdi. Yanlışın altından yanlışı götürürük. Doğrunun altından da doğrunu. Deməli, cavabımız oldu 2 və 4 B variantı. Davam eləyək. Cəm şəkilçisi qəbul etmiş toplu isim işlənmişdir. Buradan bir xətt çəkək. Deməli, Firdovsilər bir də xüsusi isimdir. Firdovsilər nədir? Xüsusi isimdir, cəm qəbul eləyib. İkincidə nə var? Dəstələri var. Dəstələrdə toplu isim olduğuna görə 1-ə gəlir. Sonra Nəbi yalyamacı sürülərə toplu isimdir. Cəm şəkilçisi qəbul eləyib. C bura gəlir. Nizamilər, Füzulilər də cəm isimdir. Bu da xüsusidir. Deməli 1-ə C, B, 2-yə A, D. Doğru cavabımız Y variantı. Qeyri-müəyyən təsirli halda olan söz yoxdur. A variantında səadət arzular, səadəti arzular burada var. Arazın mehi bir raihə qoxu gətirirdi, qoxunu gətirirdi. Burada da var. Yoluma gül səpən, gülü səpən. Burada da var. Adam var ki, çörək tapmaz, çörəyi tapmaz. Burada da var. Adam var, mərifətdən yoxdur xəbəri. Adam var, sultanı, xanı bəyənməz. Burada isə heç nə yoxdur. Doğru cavab Y variantı. Baxırıq 4-cü suala. Deyir, fikri qüvvətləndirməsində vasitələr metonimiya yox. Metonimiya nə idi? Ad dəyişmə. Məsələn, Azərbaycan tanınmışdır. Yəni, Azərbaycandakılar tanınmışdır mənasında. Bunu ədəbiyyatdan yaxşı bilirik. Yeri-iriləri şəhər də, kənd də bir anın qoşa balalardır. Şəhər də yeri, yəni şəhər cəmaatından gedir söhbət. Ona görə bu da metonimiyadır. Hirsindən partlayıb meşədə cırnar, yovşan yetim kimi görünür mənə. Burada meşədəki cırnarı biz başqa nə deyə bilərik ki? Yəni, hirsindən partlayamaz. Bu metafordur. Ona görə cavab C-dir. Gəlin, baxaq hansı var. Burada deyir ki, baş əyməyib millətə, vətən xalqından gedir, vətəndəki insanlardan gedir. Burada da Təbrizin boynunu burma deyir. Bu da nədir? Metonimiyadır. Doğru cavabımız C variantı. Hansı sözün tələffüz şəkli yanlışdır? Halavar yox, bu holavar olacaq. Bunu da ədəbiyyatdan bilirik. Başqa bir səhv görmədim. Xeyriyyəçilik, irqçilik, hüsnxət, hökumət. Düzdür. Deyir, yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də xəta yaranar. Mənfəət əvəzinə. Bir-biri ilə münasibətdə antonim var. Mənfəət zərər olar. Deməli, bir doğrudur yerində. Əmələ gəlməyin sinonim. Əmələ gəlmək yetişməkdir, amma bunun sinonimi deyil. Bu sadəcə mənasıdır. Ona görə 2 yanlışdır. Üzr istəyirəm. Deməli, 3-də deyir ki, həm homonim, həm çox mənalı. Bu uzun vaxt aparacağına görə digərinə baxaq. Bir dəqiqə. Deməli, termin işlənmişdir deyir. Necə termin mən görmürəm burada. Bütün sözlərin leksik qrammatik mənası var. Bura baxsaq, burada köməkçinin hissəsi yox. Demək, 6 doğrudur yerində. 5 nə idi? Unutdum 5-i. 5. Danlaq məzəmmət də tənə deməkdir. Bu da yerində doğrudur. Hələ ki, cavabımız 1, 5, 6 var. 1, 5, 6, 3 nə idi? Homonim və çox mənalı söz. Homonim və çox mənalı söz. Bir dəqiqə, baxaq, nə var imiş ki orada? Varmı nəsə?
4 dəqiq səhvdir, termin yoxdur burada. Yetişməmiş bir verilmənin dərmi əvəzinə zərər bəlkə də xəta yerinə siz məni el tənəsindən dostlaşdırmadın, ana bədcuma xilas etdiniz. Mən burada açığı görmədim, ona görə cavab 1, 5, 6, Y variantı. Belə. Baxaq digərinə, doğrudurun altından doğrudur seçirik. Yanlışın altından yanlışı seçirik. Bir şeyi faktı təsdiq edən kağız. Rəsmi kağız sənət yox, sənəd olmalı. Deməli bu səhvdir. Bir-birinə münasibətdə sinonim sözlər. Hiyləgərlə məkirli sinonimdir. Bu doğru olacaq. Ümumiyyətlə sözlərin mənasını bilmək istəyirsinizsə, antonimi, sinonimi. 2 dənə proqram var. Bil, dilçin. Bu nədir? Bu da omonimi, sinonimi tapa bilərsiniz. Sonra i-lüğət var, məşhur. Burada sadəcə sözün mənasıdır. Bir də azleks var, məşhurdur. Burada isə frazologiyaları daha yaxşı tapmaq olur. Bunlardan çox istifadə etmək lazımdır. Deməli, sonra həm omonim, həm çox mənalı söz. Burada açığı görmədim. Həm omonim, həm çox mənalı. Baxaq digərlərinə. Güzəştə getməyin sinonimi var. Güzəştə getməyin sinonimi burada nə ola bilər ki? Güzəştə getdi. Yəni heç kimi güzəştə getmir. Deməli 4 yanlışdır. Məcazi mənalı söz var. Məcazi mənalı söz. Hiyləgər, intiqam, ecazkar qüdrət. Ecazkar qüdrət nədir? Və yaxud sınaqdan keçirmək. Bunlar məcazidir, bu doğrudur. Bütün sözlərin leksik mənası varmı? Yox. Demək bu da səhvdir. 2, 4, 6 deyə cavab varsa doğrudur. Ümumiyyətlə, həm omonim, həm çox mənalı tapanmadım burada. Bir dənə də sualın doğruluğunu yoxlayaq. Məsələn, 1 doğru cavab deyil deyə 1'ləri çıxıram. Sonra 4, 5, 2, 5'i də 3 heç ümumiyyətcə cavablarda düz gəlmirmiş. Deməli, doğru cavabımız B variantıdır. 8-ci suala baxaq. Haradadır 8? Deməli, dominant necə olacaq? Buradan yazaq mı qıraqdan? Dominant. Sonra dönməzlik. Bu necə olacaq? Dönməzlik. Bu belə oldu. 4%'dir. Bax, bu sualda düşünürəm ki, problem yaşaya bilərsiniz. Bunları da həll eləmək üçün bir qaydamız var. Bir dənə bura yazım. Dimin orfoqrafiya lüğəti var. Orfo yazsam bəsdir. 2024. Buradan sözlərə gündəlik baxmaq lazımdır. Yəni, necə baxmaq? Sadəcə sözlərə baxırsan, sənə qəribə gələn sözləri altından xətt çəkirsən. Xətt çəkirsən və bir dəqiqə yazır mı bu? Əzbərləmək yox, elə sadəcə baxırsan. Xətt çək və yaxud text marker var o. Onlarla xətt çəkib növbəti dəfəsində sırf o sözlərə baxaraq öyrənmək olar. 4%'li sözündə 4%'li olacaq. 4%'li. Bax, burada görürsünüz bizi çaşdırır. Nə? Fa'nın uzanması. İndi bizdən nə istəyir? Sözlərdən hər hansı ikisinə aid. Məsələn, səs və hərf tərkibində 3 fərqli məqamın olması. Baxaq, harada var? Dominantda 1 fərq var. Dönməzlik 1, dönməzlik. Bax, 2 dənə də burada var, 3 oldu. 4%'li, 3 dənə də burada. Deməli, bu ikisinə aid. A hansına aiddir? Hər hansı ikisinə. Deməli, biri A düz gəlir. Qarşılıq təşkil edən samitlər. Qarşılıq təşkil edən samit nə idi? D, T bunda var, bunda da var. Deməli, bu da hər hansı ikisinə aiddir. Düzdür? Yazdıq B-ni də bura. Ahəng qanuna tabe deyil. Birinci tabe deyil, ikinci tabedir, üçüncü tabe deyil. Deməli, C-də bura gəldi. Əslində bundan cavab tapmaq olar. Ahəng kar qarşılığı olmayan cingiltili samit. Baxaq, bunda da var, bunda da var, bunda da var. Deməli, bu üçünə də aid. Bu hansı variant oldu? D variantı. D gəldi bura. İncə, qapalı. İncə, bax, kömək üçün belə eləyin. E, Ə, İ, Ö, Ü. İncə dedim, həmən incələri yazdım. Sonra qapalı deyir. Deməli, açıqları silirəm. İ, Ü. Dodaqlanmayan deyirsə, bir dənə qaldı İ. İ harada var? Hər üçündə var. Deməli, 1'e D'ye, 2'ye A, B, C. Doğru cevap Y variantı.
Davam edirik. Sözün leksik mənası ilə bağlı istəyir sualı bizdən. Leksik məna bədxah, bədmini yəqin ki, çox yaxşı bilirsiniz. Həyatı pis görən. Sonra bədnam adı pisliklə çıxmış, o ermənilərə deyilir daha çox. Bədxah da başqasının pisliyini istəyən. B, A, C hanı cavab? Müşkülə cavab yoxdur. B variantı. Sonra keçdik 10-cu suala. 2 dənə leksik şəkil. Ümumiyyətcə, sarsıntı, dağıntı sözlərini mütləq qeyd eləmək lazımdır. Sarsılmaq, dağılmaq və s. Bunlar sadə sözlərdir. Başqa harda var belə söz yoxdur. Sızınmaq sözü yoxdur. Sızdan sızıntıdır. Ona görə bu da getdi. 2 leksik istəyir bizdən. Sonra sıxıntı, sıxınmaq sözü də yoxdur. Görməkdən görünmək, görüntü. Boyadan boyaq, boyaqçı. Soyulmaqdan soyud, soyuducu. Soyuducu bu arada isimdir. Bizi çaşdırmasın. Paltaryan isə nədir? Sifətdir. Bunu da hardan bilirik? Çünki paltaryan maşının növüdür. Ət çəkən də ola bilər. Fərq yox. Bunlar sifətdir. Soyuducu amma elə bir dənə soyuducudur. Baxaq burada nə var? Yerinə görə, yəni burada cavabımız D oldu. Bunu dedik. Yerinə görə termin kimi işlənən bir söz. Həm homonim, həm də çox mənalıdır. Bu kökdür. Bunu da kitabların hər yerində verirlər. Deməli, bu var. Kök necə homonimdir? Kök arx. Bir də yerdən çıxan kök. Məcazi mənada necə işlətmək olar? Bəs sözün kökü necə və yaxud sözün kökü o mənada demək istəmirdim. Yəni ki, sözümün kökü, sözümün canı və yaxud nə işlətmək olar? Yəni bu cür başqa ağlıma gəlmədi bu dəqiqə. Antonimi, sinonimi olan söz. Antonimi arıq kök, bir də sısqa demək olar. Hətta bir çox mənası var, gülməli sözlər var. Homonimliyi yoxdur. Bu da doğrudur. Sonra yalnız termin kimi tangesi olar da başqa nə mənası olsun ki, homonimliyi yoxdur. Xiffət də fikir, dərd qəmdir. Homonimliyi də yox. Deməli cavab oldu forma. Sonra 11-də A variantı, keçək 12-yə. 12 yaman uzun sual görsənir. Deyir ki, hansını əminliklə deyə bilmərik? Bilmərik. Laşın daş olduğu yer harda olar? Gəlin bu sözləri yazaq. Mən suala baxan kimi təxmin elədim ki, cavab nədir? Yenə də baxaq. Qışlaq, dənizlər, dayımla. Bu iki cür düşünmək olar. Ehtimal ki, cavab budur. Dayımla, bir də dayımdan. Baxaq. Dərdləşmək, dərdləşmək. Bu necə olacaq? Cəsarətlənmək. Baxaq. Yerdən baxaq. Ların tələffüzünlə bağlı dar olduğu yer, dənizlər. Deməli, bu var, dəqiqdir. Danın nan olduğu yer. Bu ola bilər ki, Y variantıdır. Ola bilər. Belə plus qoyub dairəyə alırıq. Lanın dan olduğu yer. Lan, dərdləşmək. Lan harda var? Bir dəqiqə. Cəsarətlənmək. Cəsarətlənmək. Baxın, dan, dən. Burada da var. Deməli, buna da plus qoyuruq. Laqın dax olduğu yer. Qışlaq, qışdaq. Bu da dəqiqdir. Laşın daş olduğu yer dedikmi? Laşın daş olduğu yer. Hə. Demədik. Dərdləşmək, dərdləşmək. İndi gələk bura. Bizdən sualda nə istəyirdi? İşləndiyini əminliklə deyə bilmirik. Əminliklə deyəmirik. Burada danın nan dedi. Bəlkə bu söz dayımlaydı. Dayımdan deyildi. Bunu biz əminliklə deyə bilmirik. Ona görə də cavabımız Y variantı olacaq. Sonra İkisinin də tələffüzü eynidir. Dayımla, dayımdan. İkisinin də tələffüzü eynidir. Davam eləyək sualdan. Biraz balaca. Əhali sözü cəm deyil. Ümumiyyətlə, toplu isimlər cəm isimlər deyil. Tək isimlərdir. Deməli, bu səhvdir. Belə doğruların altını belə yazaq. Sonra uyğun gələni tapaq. Çünki bizdən uyğun istəyir. Ben baxın, bu yazırmı? Bəli. Boyaqçılıq mücərrədsim. Bəli, cəm şəkisi qəbul edə bilir.
cəmşəkçi boyaqçılıqlar olarmı? Olmaz. Təhsilli halda və müəllimliklər, duyğusuzluqlar. Təhsilli halda olan isim xəbər qəbul edə bilmir. Bu səhvdir. Bu hələ ki düz gələn yox. İncəsənət xadimi birləşməsində biz deyək ki, incəsənətin xadimi biraz yaxşı çıxmır. Deməli bu səhvdir. Səhv ilə doğru cavabımız bu olacaq. D variantı. Baxaq, tələffüz şəklində verilmiş xalaya sözünün yazılışını iki cür düşünmək mümkündür. Xalaya iki cür orada. Bir vaxt xalı, yəni kilim, xalça, palaz bu mənada. Bir də xala sözü var. Tələffüzündə belə olur. İki cür düşünmək mümkün. Doğrudur. Doğrudur, yanlışdır, düz gəlmir. Sonra nostalji, bir də səhvliyə baxaq burada. Deməli, bizdən yazılışı düzgün olan sözdür. Bu nostalji. Deməli, bu getdi. Nərmənazi də bitişik yazılır. Bu da getdi. İndi bizdən nə istəyirdi? Fonetik təhlili. Neft çıxarmanın təhlili belə olacaq. Bir dəqiqə. Neft çıxarma. Neft çıxarma. Belə olur. Bir fərqli məqam var. Düzdür, bir dənə fərq var. Ahəng qanunu tabe deyil. Baxıram, I, düzdür. Çarların sayı cinciltillərə belə eləyək. Səhv elədim. Yumru eləyək çarlara. Bunlara da yuxarı. Deməli, baxıram, sayı eyni. Deməli, bu səhvdir. Saitlərdən biri incədir. Doğrudur və açıqdır. Bu da doğrudur. Eyni dedi. Yalnız iki samitin qarşılığı yoxdur. Neçə samitin qarşılığı yoxdur? 1, 2, 3. Deməli, bu da səhvdir. 1, 2, 4, C variantı. 14-cü sual. Keçdik 15-ə. Dodaqlanan saiti, bir də karı silək. Yəni, karları silək. Karı sildim. Dodaqlananı da sildik. Nə qaldı? Minarə. Minarə də nədir? Məscidlərin yanında güllə olur. Azan verilən yer. Buna da belə deyirlər. Belə. Baxaq, digər sualımız nədir? 14-dən, 15-dən sonra 16 gəlməlidir. Düzdürmü? 16, buradadır. Deməli, bu nəbatatdır, təbaşirdir, çox düşür. Ümumiyyətcə, bunlara bir baxmaq lazımdır. Deməli, nəbatat, manometr, mavzoley. Doğru cavab budur. Səhvlərə baxaq. Memorial, metonimiya, nevroloji, monitoring. Elə hamısını A-nı yazırıq, gedir. Deməli, doğru cavabımız nədir? A variantı. Bunda dilin lüğətinə baxmaq lazımdır. Baxaq 17-ci sual. Tələffüz zamanı açıq qapalıya keçir. Göz oxşayan yox olur, göz oxşayan. 1-ə C. Sonra, sözdə qoşa saitlərdən biri tələffüz zamanı kooperativ uzanmadan kooperativ olur. Deməli, burada oldu B variantı. Tələffüz zamanı səs artımı var, diaqonal. Burada Y. Başqa düzgün, bir dəqiqə, C, B, Y. Burada var, başqa yoxdur ki, C, B, Y. Var, A-da. Açıq qapalıya keçmək heç arada yoxdur. Ona görə 1-ə A gəlməzdi. D nədir? Ədavət, bu da olmur. Deməli, doğru cavabımız D variantı. Günahkar sözü, baxaq, harada var? Burada inqilabçını yazıblar, ki, bəl çəkiyorlar. Amma müqəssir sözü varsa da heç düşünməyə ehtiyac yoxdur. B variantı. Yaşamaq sözü bir şeydən ilham almaq. Yəni, sizinlə yaşayıram mən. Misal da burada var. Yəni, qəlbim səninlə yaşayır. Yəni, ilham alıram mənasında. Bax, sizinlə yaşayır qəlbim indidən. Doğru cavab B-dir. Məsəl üçün, bu vaxta qədər necə yaşadığını, yəni ömür sürdüyünü, burada o mənadadır. C variantında nə deyir? Dağlar başında yenə ömür sürür. Onlar da hökumət yaşaya bilməz, ayaqda qala bilməz. Özdə bu olmur. Yaşasın bütün dünyada sülh. Yəni sülh bərqərar olsun və daha doğrusu davamlı olsun mənasında hər halda işlənir burada da. Davam eləyək. Buna da baxın, vəziyyətin boşa getməsin.
Qürbətdə olan oğlunun fikrini çəkən ana. Burada frazeoloji birləşmə. Fikir çəkmək sözünün mənası hayına qalmaq, dərdinə yanmaq. Da bu sualların izahı qısadır deyə nəsə əlavə şeylərə ehtiyac yoxdur. Publisistik üslubda nə olar? Bax, anlaşıqlıq olar. Mücəddəb obrazlıq bədii üsluba aiddir. Bu da doğrudur. Xalq dilinə yaxındır, bəli. Normalara bütün hamısındadır. Tarixi təkamül prosesində standart forma sözü varsa, bəzən çox da fikirləşməyə ehtiyac yoxdur. Bu rəsmi üslubdur. Konkret isimdən düzəlmiş mücərrəd isim. Bu güvənin testlərində də çox var. Tarixşünas insandır, amma tarixşünaslıq peşənin adıdır. Ona görə də nə olacaq? Tarixşünaslıq ümidsiz sifətdir. Ona görə cavab olmur. Belə. İnsandan peşənin adı yarandı. Qərəzsiz yanaşma cəmiyyətdə ədalətə olan inamı artırdığı halda işində də, rəftarında da ədavətli insanlar bu inamı sarsıdır. Frazeoloji birləşmə mən burada görmürəm. Ona görə bunu minus qoyaq, çıx qoyaq. Feildən düzəlmiş iniş isim var. Yan, yanaş, yanaşma. Bəli, bu düzdür. Məcazi mənalı ifadə inamı sarsıtmaq var. Normalda sarsıtmaq nədir? Zəlzələ mənasında, divarın səs artımı olan, səs artımı, qərəzsiz yanaşma cəmiyyətdə səs düşümü, ədaləti artırdığı halda işində də, rəftarında da ədavətli insanlar. Bu yoxdur. Fərqlənən sözdə ilə cəmiyyət var. Bu doğrudur. Deməli, doğru cavabımız nə olacaq? 1 və 4. Keçdik 24-cü suala. Əzələ göstərmək başqasını qorxutmaq mənasında işlənir. Deməli, 3. Əndazədən çıxmaq, həddini aşmaq mənasındadır. Bu 1. Bir də burada xətt çəkim. Sonra əli quru yerdə qalmaq, yəni heç nəyim yoxdur mənasında. Burada nə olacaq? Heç bir şey əldə etməmək. Hədə əlimdə heç nə qalmayıb. Doğrudur. Sonra ətdən çəpər çəkmək. Bax, yolu, yəni elə məntiqlə də tapmaq olar da sədd yaratmaq deyə. Sonra ətəkdə daş saxlamaq, bu elə bilir, hazır olmaq mənasında. Belə. Deməli, nə oldu? 3, 1, 5, 2 və 4. Doğru cavabımız budur. Sonuncu sualımız hardadır? Sonuncu səhifəmiz. Buradan hara getdi bu? Sonuncu səhifə. Demək ki, yoxdur, var imiş. Yaxınlaşdırın bunu. Hərəkət sözü, baxdı, yeni söz. Deməli, hərəkəti dəyişib A qoysa hərəkat olar, bu düzdür. Yeni söz. Bəyazı köhnə mənada bayaz var, dəftərçə mənasında eləmək olur. Kompaniyada məşhurdur. Kompani sözü şirkətdir. Coca-Cola kompaniya yadda saxlayın. Kompaniyada şənlik mənasında. Bu olur. Amma heykəltaraş, təraş sözü başqa yoxdur. Əhvəl, at, əjdəha belə sözlər yoxdur. Deməli 1, 4 və 6. 26-cı suala baxırıq. Hansı sözə rast gəlinmir? Sözüm, bir dəqiqə, ismin hansı halında? Sözüm, mənim sözüm. İsimdir mi? Adlıq haldadır. Fələk yenə adlıq halda. Bizdə ismin hal deyil. Gözdən yaş axmasa çıxışlıq var burada da. Axan yaşa. Yaş nə idi? Yönlü çal, yaşa. Yerli çal. Dadə ümumiyyətcə yoxdur. Deməli, bu. Sonra təsirli I şəkilçisi. Baxaq. Gəl baxmasa gözdən axan yaşa. Budur qorxum kim olsaydı bəla bu körpüdən aşa. Görmürəm. Yəli hal. Gəl baxmasa yaşa. Eyni şey oxumaqdan da bezdik. Vallahi. Deməli 4, 5, 6 doğru cavabımız belədir. Dostlar, kanala abunə olub bəyənməyi unutmayaq. Əziyyətimiz heç olmasa o cürdə olsa qiymətlənsin. Nəsə səhvlik olarsa yenə baxarıq. Ümid edirəm ki, imtahan ümumiyyətlə çətin görsənmirdi o qədərdir. Biraz çaşdırıcılıqlar var idi amma. Deməli, elan edilsin deyirsə rəsmi üslubdur. 2-yə A gəldi. Sonra maddə 22.
Bax elə adından məlum olduğu kimi. 2 deməli AB. Axşamdır, gün batmış, şəfəq saralmış, çölə zülmət çöymüş, hava qaralmış. Elə bu şeirdirsə artıq bədii üslubdur. C. Duzun turşusu ilə birləşməsi nəticəsində duzun turşu ilə birləşməsi suda əriyən kimya. Bu nə iyrənc şeydir. Deməli D variantı elmi üslubdur. Sonra günəş ətəklərini yavaş-yavaş, günəşin ətəyi olur. Ətək yubka deyilmi? Biz elə deyirik də yubka. O mənada. Deməli bu da bədii üslub. Baxaq 1-ə C-yi. Uyğunlaşdı, unutmuşam. Eləm qapalı sual. Deməli 1 oldu C-yi, 2 oldu A-B. Buradan yerləşimi də önəmli daha. Düz səhv iqarlamaq olmaz. 3-ə D. Məsələn, Y-C olsa səhv çıxacaq cavab. Mətnə baxaq. Mətndə bir dənə tezis var, bir dənə sözün mənası var. Sözün mənasına baxanda xeyirli, yaxşı nəticə verən, faydalı olar da yəqin ki. Başqa nə olsun? Bayaq baxdım mətnə. Dolanmaq, yaşamaq, güzaran etmək, keçinmək sözü var idi. Kursiv əyri yazılandı da, ona baxırıq. Bir şeyi başqa vəziyyətə salmaq da yəqin ki, çevirmək olar. Bir dənə də sözlərə baxın buradan mən. Çevirmək idimi? Çevirmək, çevirmək, keçinmək dedim, faydalın dedim. Sonra nə qaldı? Keçirmək haradaydı? Görmüşdüm bayaqlar. Niyə görə bilmirəm? Bir şey başqa vəziyyətə salır. Axırlardaydı burada. Səhv demirəm ki, bir dəqiqə çətin olardı. Üzüm səmtlis çevirir, dəyişir mənasında. Tünd qara hərflə sözlər, biri canlı varlıq idi. Burada həqiqətən canlıdır da. Biri də qaynar su. İşte deməli həqiqi mənadadır. Bura nə yazırıq? Bura yazırıq ki, məsəl üçün canlı, bir də qaynar. Düzdür? Hər ikisi həqiqi yazırıq. Həqiqi, yəni informativ. Fərqli mənada nə işlədir? Canlı söhbət. Heç cümlə deyil. Bax, onun canlı söhbətləri olur. Və yaxud söhbətimiz çox canlı idi. Sinif çox canlı keçir, dərs çox canlı keçir və s. Söz dəyişməyin belə olanda mütləq diqqətin, yoxsa balınız kəsilir. Qaynar, qaynar nə demək olar? Məcazi mənada. Qaynar ilə söhbət demək olar da. Olmazmı? Bir dənə də fikirləşək görək nə demək olardı. Qaynar. Qaynar həyat yaşayıb. Bax, demək olar, onu çox. Sonra işin qaynar saatında. Bax, belə demək olar. Amma cümlədə işlətməliyik. Gəlir müddəaya. Müddəada qarşılıqlar çox olur. Amma biz burada nəyə diqqət eləməliyik? Diqqət eləməliyik buna ki, müddəa tezis eyni şeydir. İrəli bir baxıb fikir irəli sürməlisən. Düzdür? İrəli bir fikir sürsən, buna əsaslanır. Öz fikrin deməkdir müddəa. İddia eləyirəm nəyisə. Yəni əslində çətin şey deyil. Bakteriyalar insan yaxud heyvan orqanizminə keçərək qorxulu xəstəliklər əmələ gətirir. Deməli, nəsə elədi bu. Bakteriyalar südü qatığa, kefir üzüm sirkəsini isə spirtdə sirkəyə sevir. Deməli, burada mənfisini yaz, burada müsbətini. Demək olar ki, bakteriyaların həm xeyri, həm də faydası var. Niyə də olmasın? Amma bu, güvən bu cür cavab götürəcəkmi, dəqiq bilmirəm. Çünki tezislə bağlı, yenə deyirəm, hər zaman qarşılıqlar olur. Baxırıq, deyək ki, sonra bakteriyaların, nə demək olar? Bakteriyalar hər hansı bir iş yerinə yetirirlər. Bakteriyaların fəaliyyətini birmənalı düşünmək mümkün deyil. Də yazmıram bunları. Çünki həm xəstəliyə əmələ gətirir, həm fayda verir. Sonra başqa nə demək olar? Bakteriyalar zərərlidir. Deyimi doğru deyil. Çünki həm faydası var, həm xeyri var. Başqa nə demək olar?
Bakteriyanın faydası olduğu kimi zərəri də var. Bu artıq yəni bu cür şeylər yazsaz doğru olacaq. Belə dostlar, sağ olun.